elə Azərbaycan hökuməti də, Türkiyə hökuməti də imkanlarından istifadə edib Amerikanın, İsraillə danışmalıdırlar ki, Təbrizə, Azərbaycan şəhərlərinə zərbələr vurulmasın, dinc əhali zərər görməsin. İndi başa düşüləndir. Yəni orada müəyyən silah zavodları vurula bilər, kənarda bazalar vurulurlar, anlaşılandır. Amma əhalimizin müdafiəsi ilə bağlı olaraq düşüncələrimiz olmalıdır və məsələn Türkiyə o axırıncı Türkiyə raket atlanışı bir fikir söylədi ki, biz fərqli davranışlar ortaya qoya bilərik və yaxud da Amerikanlar ki, Kürdləri hazırlamaq istəyirdilər ki, hərəkət eləsin. Yenə Türkiyə bir işarə elədi ki, biz fərqli davrana bilərik, biz bombalaya bilərik Kürdləri falan. Hər halda o hala qədər hazır olmaq lazımdır. Günün birində İran o qədər xaosa sürüklənə bilər ki, mərkəzi idarə etmə sistemi pozula bilər. Və İranda o Kürd PKK-çılar və yaxud da ki, Sepahın müəyyən qüvvələri Azərbaycan türklərinə qarşı soyqırım törətmək cəhdində buluna bilərlər. O anda necə ki, bir vaxtları Quzey Kıbrıs Türk Cümhuriyyətində Ecevit'in rəhbərliyi zamanında Türk ordusu yendi və onları xilas elədi. Bir bufer zonası yaratmaq. Mən demirəm İrana hücum edirik, Azərbaycan ordusu, Türk ordusu. Amma onların soyqırımın qarşılanmaq üçün ora humanitar missiyanın getməyə qədər düşünməyimiz lazımdır.